Həzrəti Əli əleyhissalam cismin 6 halı haqqında, axı Ramazan ayı həm də ruhun orucudur. Cismin 6 halını sayır və eyni zamanda ruhun da 6 halının olduğunu xatırladı. Buyurur, cismin birinci halı sağlamlıqdır. Amma ruhun sağlamlığı nədir? Ruhun sağlamlığı yəqindir. Yəni, bilmək istəyir ki, ruhun sağlamdır ya yox. Bax, gör, əminlik içindəsənmi? Hər bir şeydə yəqinin varmı? Yəqinin varsa, deməli, sənin ruhun sağlamdır. Cismin ikinci halı buyurur, xəstəlikdir. Bilmək istəyir ki, ruhun xəstədir ya yox? Deyir, ruhun xəstəliyi şəkdir. Şək şübhə içindəsənsə, deməli, ruhun xəstələnib. Üçüncü halı, cismin üçüncü halı buyurur ki, ölümdür. Cismin üçüncü halı ölümdür. Ruhun da ölüm halı var. Nədir o? Cəhalətdir. Əgər nadanlıq, cəhalət içindəsənsə, bil ki, ruhun ölüb. Görsən, insanlar cahilcəsini danışırlar, dinə qarşı, Allaha, Peyğəmbər, Əhl-i-Beyt əleyhissalama. Bu, o nəydən xəbər? Cəhalətdən, yəni ruhun ölməsindən xəbər verir. Nəhayət buyurur, cismin dördüncü halı həyatdır. Ruhun həyatı elmdir. Əgər elmin varsa, o elm sənin ruha həyat verir. Beşincisi buyurur, cismin beşinci halı yuxudur. Ruhun da yuxusu qəflətdir. Əgər qəflətdəsənsə, bil ki, ruhun yuxuya dalıb. Və nəhayət, cismin 6-cı halı haqqında Həzrət buyurur ki, cismin 6-cı halı oyaqlıqdır. Ruhunun da oyaqlığını bilmək istəyən ki, oyaqdır ya yox, bax gör, hafizəsi nə dərəcədir? Hifz, qoruma qabiliyyəti nə dərəcədir? Əgər bir qoruma qabiliyyətinə malikdirsə, deməli, ruhun salamatdır və oyaqdır.